sipahi hicran, dəryada qərq oldu, əbri neysan. Aprel yaxşı. Bir də nə deyir? Dəryada qərq oldu əbri neysan, bülbüllər oxudu. Səd həzəran. Bəli, fərqli ayrılıq nəğmələri oxudu. Ay sağ ol. Deməli 2 dəfə aprel yaxşının adı çəkilir. Bəs yaxşı, Sevinç, hansı quş adları var Bahariyada? Troz quşundan çəkir, laçın quşundan. Ay sağ ol. Durna havaya uçan kimi onu ovlab yuvasına aparan hansı quşdur? Laçın. Aha, durna uçuban havaya düşdü, laçın alıban yuvaya düşdü, bəli. Laçın onu alıb yuvasına apardı. Yaxşı, vətəninə qayıdanlar mələk hansı quşlardır? Vətəninə qayıtdı qaran quşlar, döndü öz yuvasına. Vətəninə qayıtdı bütün quşlar, döndü öz yuvasına qırla quşlar, qaran quşlar. Yaxşı, bəs yaxşı, başqa hansı quş adı? Məsələn, bağrı qara quşunun adı çəkilir. Necə təsvir edilir bağrı qara orada? Yox. Niyə əzbərləyirsən? Bu da onda nə fərqi? Yarıldı bağrı ya. Ay sağ ol. Bağrı qaranın yarıldı bağrı Şahbaz ona varanda doğru. Yəni bağrı qaranın Şahbaz ona gələnə tərəf bağrı yarılır, qorxur. Yaxşı. Hansı ağacdan da seçdirsən? Alman ağacından çəkir. Sonra nar ağacı. Nar meyvədir. Biləcək ağacı. Aydın. Sərv ağacı. Sərv ağacı bir dənə 3 dənə ağac seçirək Bahariyada. Sınla başlayır o da. Sərv, alma, bir dənə. Söyüd. Bəli, söyüd. Söyüd ağacı. Yaxşı, əlin rəqsi açan kimi xırda şabaşları başına səpirlər. Bu hansı ağacdır? Sərv ağacı. Narın. Fatimə buyur. Nar ağacı. Nar ağacı var. Çınar ağacı. Söyüd ağacı. Bir söyüd sü əlin rəqsi açdı, gül xırda incilərin şəbaşə saçdı. Yəni gül xırda güllər şəbaş kimi sanki başına tökülür pul kimi. Yaxşı, bəs çəməndə sərəfraz eləyən kim idi Sevinç? Alman. Sən nə oxumusan? Yaxşı oxumusan. Bu da nə yaxşı oxumusan. Görün oxumusan. Bilirsiniz, mən oturub YouTube'dan tərcüməsini etdim yazdım. Sonra da oxudum. Nədə oxudan işte mən o tərcüməsinə baxmısan, şeyə baxmısan, oxumusan, nə yadında qalıb? Yaxşı imtahana bu cür suallar düşdü. Nə yadında qalıb burdan? Bayaqdan sən demirəm ki, mən əzbər danış. Deyirəm ki, gözü yuxulu oturan gül hansıdır? Başında tac olan, sərvərə ehtiyacı olmayan gül hansıdır? Sonra sənə ağac adları deyirəm. Deyirəm bu ağaclar necə təsvir edilir? Təsvirlərini demirəm ki, mən əzbər danış Bahariyanı. Nə edirsən bəs Sevinçsən? Yaxşı, əsərin əvvəli Fatimə necə başlayır? Qış getdi, yenə bahar gəldi. Gül bitdi, dağılır. Gəldi. Quşlar qamusu fəğanə düşür, eşq odu yenə bucana düşür. Deməli burada da eşqin insanın bədəninə, ruhuna düşməsindən danışılır. Düzdür? Yəni eşq məsələsinə toxunulurmu? Bəli, toxunulur. Bəs yaxşı, təbiət necə rəngə boyanmışdı Fatimə? Yaşıl rəngi. Başdan ayağa bəli, bəli, min rəngə, yəni müxtəlif rənglərə boyanır. Yaşıl rəng tək deməyək, çiçəklərin də rəngi var da. Yaxşı, bəs əsərin sonu necə bitir? Əsərin əvvəli yağışın yağması ilə başlanır. Əsərin sonu necə bitir Bahariyanın? Məncə bütün quşlar gəldi, qırla quşlar da gəldi. Aysa dedik buna, quşlar yerinə, bütün quşlar yuvasına qayıdır. Bəs yağış yağması ilə bitir əsərin sonu? Xeyr, günəş qurudur, buludda yaşayın. Gövsü güzel, açdı tər qumaşın. Ay sağ ol. Gövsü güzel, yəni buludlar günəşdə qurutdu yaşayın, gövsü güzel açdı tər qumaşın. Yəni buludlar quruyur və bunun ardınca nə çıxır? Göy qurşağı. Gövsü güzel göy qurşağı deməli. Günəş buludu qurudur və gövsü güzel göy qurşağı çıxır. Yaxşı, bəs mələk hansı heyvanlardan danışılır, təsviri var burada? Bunlar çeşitli quşlar dedik. Heyvan var idi axı. Ahı nə idi? Nağa ilə ceyran orada. Yedizdirir, yatızdırır. Aysa özü cizin ovayı, ota yox. O cizin ova getdi. Hə, ova getdi, özü cizin ova getdi. Yaxşı, sonra nə deyəcəkdim? Bəs Qasim, çayların daşması, suların sellərin basması belə təsvir edir. Hədə mən deyəcəm. Bir sərv ağacı suya qopdu. Elə bir şey var idi. Var idi Allah haqqı. Mənim suya qopşub da nə?